Qocaqçılar və JavaScript dünyasını sevən hər kəsə salamlar. Necəsiniz? Biz bugün web dünyasında həddən ziyadə çox ehtiyac olan və bundan sonra mütəmadi daimi istifadə edəcək bir imkandan danışmaq istəyirəm. Açan artıq web üzərindən sorğular nədir? Onlar necə göndərilir? Onlardan gələn cavab necə gəlir? Mən özüm saytda gələn cavabı necə yerləşdirəcəm və s. və ilaxır. Bunların hamısını dinamik şəkildə görə biləcəyim bir imkan var. Söhbət gedir fetch. Təsəvvür edin ki, bir fetch-lə nələr etmək mümkün deyil bugünkü müasir proqramlaşdırma dünyasında. Üstəlik də ki, bütün müasir brauzerlər fetch özündə saxlayır, onun iş prinsipini gözəl təşkil edib və bizə qalır ancaq yazmaq. Bu fetch-lə nəinki məlumatları API üzərə qəbul edib dinamik şəkildə saytımızda yerləşdirə bilirik. Eyni zamanda bu həmin fetch vasitəsilə biz əksinə serverlərə sorğu göndərə bilirik. İstər post, put və s. və ilaxır sorğu formaları çoxdur və əslində ən fərqli formaları elə biz fetch vasitəsilə göndəririk. Fetch bizim üçün bundan sonra hər şeydir. Asinxron dünyanı gözəl bilənə, promise nədir bilənə fetch ən gözəl, əvəz olunmaz bir vasitədir API dünyasında. Belədir ki, yaxın durun. Fetch in JavaScript getdi. Kod yazmağa keçid almadan qabaq istəyirəm indidən vurğulayım ki, əslində fetch üzərə hansı sorğuları biz göndərə bilirik, hansı sorğularla işləyə bilirik. Sorğular ailəsi də HTTP sorğulardır. Və bildirmək istəyirəm ki, çox zaman formaya aid olan get və post sorğularıdır, amma bunlar istənilən proqramlaşdırma dilində göndərə biləcəyin sorğular ailəsidir. Amma JavaScript bununla yetinmir, daha da qabağa gedib və əgər sizə sorğunu daha fərqli bir HTTP sorğu ilə göndərmək istəyirsinizsə, onda sizin bir şansınız var, o da fetch vasitəsilə görmək. Məsələn, get sorğunu, post sorğunu biz rahatlıqla istənilən dildə işləyə biliriksə, amma put, patch, delete və digər sorğuları yalnız və yalnız elə fetch vasitəsilə təşkil edirik, onunla hər şeyi öyrənirik və belə bir HTTP sorğuların var olmağı bizim üçün ayrı bir şeydir. Biz əslində header-də göndərə bilirik, header-dən hər şeyi təşkil edə bilirik, haçan bizə daha body qismi lazım deyil. Əslində çox maraqlı bir dünyadır. Biz gələcəyinə praktiki olaraq çox yazmaqla bunları görəcəyik. Amma bugün tanışlıqdır. Yenə də tanışlıqdır. Yenə də artıq kimlər ki promise nədir bilir, kimlər ki async await nədir bilir və bundan sonra mən rahatlıqla deyə bilərəm ki, fetch promise qaytarır. Fetch mənə promise qaytarır, ondan gələn sorğuda hər şey gözəldirsə mən response alıram, o responsedan artıq görəcəyim işlər var, amma ən əsası odur ki, JSON formatdır. Əslində JavaScript dünyasının əvəzsiz bir formatıdır. JavaScript Object Notation JSON formatı və bunun barədə daha harda nələr deyilməyib və mən də vurğulamışam mütləq şəkildə ki, JSON nədir və obyekt JavaScript-də nədir bilənə indidən vurğulayıram ki, obyektlərdir və içində açarlar həmişə qoşa dırnaqdadır və ümumiyyətlə istifadəsi qoşa dırnaqdan deməli qaynaqlanır JSON-da və təsəvvür edin ki, mən JSON olaraq göndərə bilirəm, JSON olaraq qəbul edə bilirəm fetch vasitəsilə və bütün alqoritmik addımların yəsi mənəm, API-ları mən özümdə qura bilərəm. API artıq API formatında qurulmuş sorğuları özüm fetch vasitəsilə, həqiqətən də fetching deyirik biz ona, fetch vasitəsilə özüm üçün emal edirəm və istənilən səhifədə emal olunmuş məlumatı yerləşdirə bilərəm. Hər şey dinamik baş verir. Hər şey sorğulara gəldikdə mən hətta saya bilərəm ən çox istifadə olunan və ümumiyyətlə bilməli olduğunuz HTTP sorğular get, post, patch, put, delete, head və option. Bizdə optionslar var ki, biz sorğu zamanı hələ müəyyən bir detallara da yönəlirik və bunları elə optionlarla həll edirik. Bu sorğular mütləq şəkildə elə fetch vasitəsilə görülə bilən sorğulardır. Bu fetch'ə gələn insanlar, proqramçılar ilk növbədə bilməlidir ki, hər şey promise-ləndir. Promise bilmirsənsə, async await nədir bilmirsənsə, bax bu həqiqətən də
çətin olacaq. Amma biz davam edirik. Mən artıq redaktordayım və gəlin başlayaq. İstəyəcəm sizə fetch nədir minimal olaraq göstərim. Gələcəkdə layihələrdə çox maraqlı formada onu daha da praktik olaraq istifadə edəcəyik. Və getdik. Məsələn ondadır ki, fetch mənə promise qaytarır. Daha artıq ehtiyac yoxdur demək ki, promise nədir bilmirsinizsə, bura hələ ki sizlik deyil. Amma getdik. Fetch deyəcəm və fetch hansı URL-ə mən yönəlib fetching işimi görəcəm. Yəni içinin bütün email işini özüm oxumaq və yaxud da ki özüm göndərmək kimi işlərim varsa hansı URL-dən baş verməlidir? Çünki hansısa bir maraqlı serverdə, backenddə mənim URL üzərindən, internet adresi üzərindən yönələ biləcəyim əldə etmək üçün ya da göndərmək üçün bir ünvanım olmalıdır. O da burada olmalıdır. Dırnaq içində hər hansı bir HTTPS və hər hansı bir adres, ünvan əslində burada yazmalıyam və onun üzərindən işimi görəcəm. Amma dediyim kimi bu promise qaytarır. Bu promise qaytarırsa artıq biz nə bilirik? Then yazmalıyıq. Eyni zamanda hər hansı bir problemlər çıxa biləcəksə və yaxud da ki problemləri yoxlayıb aşikar agah formada görsəm ki problem var, hətta zenin içində və yaxud da ki avtomatik olaraq bu getməlidir hara? Catch hissəsində. Bunlar artıq bizə əvvəlki mövzulardan bilirik, xəbərdarıq və async await promise mövzularını o qədər gözə bilmirsinizsə birinci ora gedin, sonra bura gəlin və bu fetch'in strukturudur. Əlavə olaraq optionlarda ötürə bilirik fetch zamanı. Bunları sonra göstərərəm. Amma eyni zamanda bildirmək istəyirəm ki, mən hətta özüm üçün lokal hostda bir şey yaratsam belə və yaxud da ki, eyni zamanda hansısa bir backend URL bir ünvana yönəlirsinizsə, orada origin məsələsi çox vacibdir. Course problemi çıxa bilər. Normalda bunun həlli var, amma çalışacaq hər şey düzgün işləyən bir məqamlara yönələk. Beləliklə, strukturu budur. Mən artıq bilirəm ki, fetch mənə promise qaytarır, deməli zen işlədəcəm. Ola bilsin ki, bu zenin içində də başqa elə bir iş görəcəm ki, o da mənə promise qaytaracaq, düzdürmü? Və ona görə ola bilsin ki, mən bir dənə də zen yazdım. Ola bilsin bir dənə də zen yazdım. Bu mənim layihəmdən asılıdır. Və bu zenin içində hər hansı bir şeydən narazı qalsam, mən throw error ata bilərəm. O da catch tərəfindən tutulacaqdır. Beləliklə, bu minimal demək istədiyimdir. Amma bunu gəlin bir praktikada sizə göstərim. İndi isə gəlin sizinlə praktika yaşayaq. Çox maraqlı bir prosesdir fetch və ortalarda hər an səhv edə bilərik. Səhvin hamısını gərək bilək, tanıyaq və getdik. Hansısa bir URL-ı email etmək istəyərəm və fetch yazıram. Fetch'in içində mənə JSON verdə biləcək istənilən URL yaza bilərəm və backend hissəsində məlumatlar emal olunur, verilənlər bazasından götürülür. Hansısa URL üzərindən mənə JSON formatında verilə bilər. Nəinki JavaScript üçün PHP, Python və digər istənilən proqramlaşdırma dilləri öz data tipinə JSON formatı gəlsə çevirə bilir. Bu möhtəşəmdir. Bu bir körpüdür istənilən proqramlaşdırma dillərində. Mən başqa bir Java dilinə işləyən, Kotlin dilində işləyən, C# dilində işləyənə istənilən bu URL-ı indi bu saat göstərəcəyim URL-ı göstərsəm və salam. Və yaxud da ki özüm backend-də yazsam və salam. Onlar öz tərəfində onu istifadə edib, emal edib öz dillərinə type olaraq çevirə biləcəklər. Və mən məsələn dummy.json.com saytına yönəlirəm. Siz əslində Google-da JSON placeholders yazsanız o qədər buna oxşar saytlar görəcəksiniz ki, bir-birindən maraqlı və hətta onu sizə browserda da göstərim. Məsələn, o mənə nə verir? O mənə belə bir JSON verir. Çox maraqlıdır. Mən o JavaScript-lə içini tanıyıb bilməm daha rahatdır. Nəinki səhifəliyim. Hətta gözəl görməsi üçün burada preprint var və sən demə mənə bu URL bir obyekt qaytarır. Fikir verin, JSON obyektidir və hətta açarları mütləq qoşa dırnaqdadır. Users var. Deməli, users varsa başqa şeylər də var. Çünki obyekt gəlibsə bir açar yox, bir neçə açardır və bu users nə ilə zəngindir? Users'da array var ki, içində görün nə qədər obyekt olacaq gələcəkdə. İndi birazdan baxacağım. ID 1 və getdi. First name var, last name var, age var, gender, email, username, password və o qədər məlumat fake bir məlumat da yığıblar ki,
Bizlər istənilən formada ondan istifadə edirik. Doldurublar burada hər şeyi. Hətta coin, wallet da nələr yoxdur da. Sonra ID nömrə 2 növbəti user və s. və ilaxır. Gönlünə maraqlıdır. Əslində bu saytın özünə də baxa bilərəm. O mənə API users veribsə, ondan başqa şeylər də verib. Əslində sayta keçid alsam, aşağıya keçid edən kimi görəcəm ki, products var, cards var, users indi baxdığımdır, posts, məsələn xəbərlər, fake xəbərlər, cümlələr çoxluğunu mənə verir və mən saytımda onu çox maraqlı formada fetch edəndən sonra göstərə bilərəm. Və ona görə də mən bunu etdimsə, düzdürmü? Gedib nə edərəm? Gedərəm artıq mən bildim ki, fetch mənə promise qaytar. Deməli, mən nöqtə zen yaza bilərəm və bu zen nə olur olsun, yenə də return olaraq mənə nəsə qaytarmalıdır. Bax, o yenə də zaman, vaxt istəsə, asinxron işləsə, promise qaytarsa, deməli mən yenə zen edə bilərəm. Amma gəlin bir baxaq bu məsələyə və indi bu saat gəlin deyək ki, response olaraq mənə nəsə gəlməlidir və yəni sorğuma bir cavab gəlir. Və bu cavab sənin demə response obyekti gəlir. Ona görə biz öz dəyişənimizin adını balaca resp yazırıq, ya response yazırıq. Response obyektin adı naminə, amma istənilən söz yaza bilərsiniz. Görürsünüz, mən response sözü yazmadım, resp yazdım və gəlin sadəcə konsol-logda birinci cəhd edək həmin obyektə baxaq. Çünki həmin obyektə baxandan sonra biləcək ki, nə edəcək. Save edən kimi çalışır, göstərsin, düzəlsin, amma mən belə saxlayım, görəsiniz ki, deməli mən nə yazdım və gedək görək ki, işlədi mi? Gözəl, işlədi. İşlədisə onda hətta obyektin içinə baxmağa cəhd edəcək. Type course mənə göstərir ki, hər şey öz yerində. Origin'də bir problem yoxdur. Ola bilsin ki, hansısa bir URL-ə baxırsın, amma onu heç cür oxuya bilmir. Çünki orada deməli origin course problemi var. Çox zaman da localhostda qurursunuzsa və orada nəsə emal etmək istəyirsiniz, orada gərək headerləri düz yazasınız. Burada hər şey düzgün və gözəl təşkil olunub. Amma sən də bu response obyektin açarlarına baxın. Body, headers, OK, çox maraqlıdır. Redirect, false statusu var 200 və s. və ilaxır. Hətta onun metodu varsa metodlarını görürəm. Blob, bytes, JSON. Mən özüm onu göstərim ki, biz ondan işləyəcəyik. Və o da aydın məsələ ki, asinxron dünyaya aiddir. Birazdan onu göstərəcəm. Amma bir fikir verin ki, uğurludursa açdığım, yəni mövcuddursa belə bir API yolu, mən OK alıram true, hətta status 200. Yəni bu uğurlu olanlardır. Amma gəlin deyək ki, bura bir dənə əlavə S yazım. Bu yoxdur, bu işləməyəcək. Amma o mənə necə göstərir? Mənə deyir ki, OK false, yəni ayda bu yanlış bir URL-dir və hətta aça bilməyəcək. 404 error verəcək ki, belə bir URL yoxdur, not found. Ona görə də mən nə edirəm? Gəlin belə eləyək. Deməli, birbaşa bunu save eləyim və tez sizlər üçün aşağı edim ki, bu daha oxunaqlı olsun. Tamam. Bura kimi hər şey gözəldir. Amma bir dəqiqə, gəlin hətta indidən əlimiz öyrəşsin, catch də yazaq və error dünyası varsa onu görmək istəyərəm. Gəlin elə console logda gedim deyim ki, erroru mənə göstərərsən varsa. Və indi baxıram ki, heç bir hələ ki error yoxdur. Amma response mənə obyekt gətirəndə özü error gətirmir və mən burada bir yanlış bir şey versəm də məndə catch heç nə göstərmir. Çünki response özü indi bu saat mənə cavab verdi ki, 404 errorun var. Sən onu emal et. Məsələn, hətta gedib deyə bilərəm ki, gəlin bir cəhd eləyək görək ki, alınarmı bizdə? Gedim deyim ki, gəlin belə deyək də, gedim belə bir şey yazmağa cəhd edim. Deyim ki, sən mənə deməli belə bir şey elə. Əgər resp məndə bilirsiniz ki, bayaq response obyekti təmsil edən mənim parametr dəyişənimdir, düzdürmü? Resp OK yazsam bu true'dur, düzdürmü? Mən false halını almaq istəyirəm, ona görə öyrənmək istəyirəm, ona görə nida qoyuram. Yəni resp OK false olsa, o zaman gəlin gedək deyək ki, biz bilirik ki, throw yazmalıyıq. New error, mən belə yazdım məsələn, deyim ki, network problem, belə bir şey yazım.
Əks halda console.log resp deyim və hələ ki sadəcə düzgün bir URL-a yönəlim. Görüm hələ ki hər şey yaxşıdırmı? Bəli, hər şey gözəldə işləyir. Amma yanlışa yönəlim və save edim və error network problem gəldi. Bu mənim yazımdır. Mənim yazım olmasını bir daha ispat eləmək üçün 3 dənə nida qoyum və görəcəm ki, həqiqətən də mənim yazımdır və catch işləyir. Mən özüm buradan onu atdırıram. Və bunu biləsiniz. Amma bir dəqiqə orada nə var idi? Gəlin birinci sizə hətta bir anlıq qayıdım düzgün URL-ə, sonra unudaram. Gəlin bir anlıq bunu buradan götürüm və sadəcə deyim ki, hə, yadımdadır. Məndə deməli JSON da var idi. Birinci qısa yazım, sonra daha da informativ yazaram. Onda deyirəm ki, mənə qaytararsan və qısa yazaramsa return yazmıram. Mənə qaytararsan onda res.json belə bir şey demək istəyirəm və bu məndə asinxron işləyəcəksə, promise qaytaracaqsa, növbəti işim yenə zen yazmaqdır. Bir fikir verin ki, get-gedə daha maraqlı olur və deyim ki, data dəyişənim orada olan məlumatı əldə eləsin, JSON məlumatını data adıyla və konsollarda gedim göstərim də datanı, niyə də yox, əgər varsa, alınacaqsa. Və baxıram ki, evvəla bayaq göstərdiyim obyekt var idi, onu oxuya bildi, onu data adında dəyişənə verə bildi və data bir obyektdir, içində users adında açarı var imiş. Eyni zamanda fikir verin ki, limit var, sən demək ümumi 208-dən 30 dənəsini mənə verir. Bir fikir verin ki, 30 user verir və users'ın dəyəri input array'dir, içində 30 dənə deməli element. Nə gözəl, hətta gedib deyərəm ki, mənə hər şey lazımdır ki, mənə data users lazımdır. Tamam, nə maraqlı, nə gözəl. Bunu artıq for each edərəm, for of edərəm. Mənə adiyyəti olan bir məqamdır və səhifəmdə göstərə də bilərəm. Amma belədir ki, yenə də nə edirəm, unutmuram ki, ola bilsin ki, bu uğurlu olmadı URL. Ona görə bunu burada belə də qoysam yaxşıdır. Amma bu arada nəysə düz eləmədim. Bir dəqiqə. Bunu birinci fiqur mötərizəyə alım. Çünki əməliyyat bir yox, bir neçə dənə olacaq və if məsələsini bura atım bir mənalı olaraq və gedim baxım görüm ki, nə verir. Cannot read. Mən dedim axı, return olmalıdır. Return. Tamam. Əla. Hər şey gözəl işləyir bu arada. Gəlin bilə-bilə yenə də bura bir S yazım və baxım. Tamam, errorumu görürəm, ona söz yox. Console.logda sadəcə eyni zamanda 404 error da gəlir. Tamam, bu ana qədər hər şey gözəldir. Və mən console.logu görürəm ki, mənə users gəlir. Mənə users gələndən sonra hətta gəlin deyək ki, users'dən 0-cı kimdirsə onu görmək istəyirəm. 30'unu yox, bir dənəsini. Bir fikir verin ki, əlim hər şey çatır da. Əlim hər şey çatırsa, öz səhifəmi maraqlı formada doldura da bilərəm. Gəlin mən özümdə olan div elementə artıq müraciət edim və gedim deyim ki, lap əvvəldə qoy qlobal olaraq əlim çatsın ona. Deyim ki, const, yenə də div deyim, bərabərdir və burada deyəcəm sadəcə document, məndə səhv eləmirəmsə ID fetch idi, düzdürmü? Get element by ID və elə fetch deyə adını qoymuşam. Bu qədər, düzdürmü? Və nə etmək istəyərəm? Mən yetərincə DOM elementlərini tanımışam, yetərincə onlardan işlənmişəm. Sizlər hamınız mənimlə bərabər işləmişsinizsə, artıq bilirsiniz ki, mən istənilən taglərə yönələ bilərəm, yarada bilərəm, hər şey edə bilərəm. Və beləliklə gedək. Mən istəyərəm burada bir dəfəlik çox maraqlı bir iş görüm. Fikir verin ki, mən artıq burada indidən deyə bilərəm ki, gəl birinci console.log deyim ki, hər ehtimal data.users hər ehtimal özüm üçün göstərmək istəyirəm. Amma indidən deyirəm ki, const users bərabərdir data users. Bunu ona görə edirəm ki, mənə data obyektindən ancaq userslər maraqlıdır. Məsələn, bunu deyə bilərəm və gəlin bir havada UL tagi yaradaq. Niyə də yox, bu arada əvvəlkiləri də yada salaq
və document, düzdürmü? Create element və nə yaradaq ilahi? Deyək ki, UL yaratmaq istəyirəm. Çünki elə adını da UL qoydum. Və haradasa aşağıda 100% deyəcəm ki, div append child və UL mütləq deyəcəm. Düzdürmü? Bunu həll elədim və getdik. Deməli, məndə userlər var və hətta browserimə də baxmaq istəsəm, hətta dayanım baxmayım, elə tam doldurmağa cəhd dedim. Userlərimə baxmadan qabaq hətta istəyərəm, deməli, neyniyim? Məsələn, deyək ki, for each ilə gəzim. Niyə də yox? Deyim ki, nə deyərəm ilahi? Deyərəm ki, gəzmək istədiyim userslərdir, düzdürmü? Users, axı bu məndə arraydir. For each rahat deyə bilərəm. Və hətta array ehtiyac yoxdur, bu sadəcə mənim üçün template olaraq gəldi. Və getdik. User deyərəm, bir əlimə düşən userdən söhbət gedəcəkdir. Və içində nə deyim? İçində deyim ki, const li. Qoy bir li elementi də olsun. Niyə də yox? Eyni zamanda hər şey yadımıza salırıq. Document və create element deyəcəm. Amma yaratmaq istədiyim qoy li elementlər olsun. Bu da mənim üçün əslində çox maraqlıdır və hər dəfəsində də sonra deyəcəm ki, ul.append child və baxın, çox maraqlı situasiyanı yaratmağa burada cəhd edirəm. Amma əlavə etmək istədiyim nədir? Əslində, məsələ ondadır ki, mən həmin liyə nə demək istəyəcəm? Deyəcəm ki, gəlin, username var idi deyəsən orada, yoxsa first name var idi deyəsən. Gəlin deyim ki, li nöqtə, deməli bu mənim üçün artıq bir lidir və li nöqtə, deyək ki, inner text ya text content, inner text bərabərdir user nöqtə first name deyəsən, belə bir şeydir. Birinci buna baxmaq istəyəcəm. Adlar deməli gəlməlidir, çox güman ki. İlk birinci bunu eləyəcəm, amma düşünürəm ki, bu ana qədər hər şey düz eləmişəm. Etməmişəmsə yoxlayacağım, amma məntiqi olaraq bir fikir verin ki, əlimdən gələni elədim, div yaratdım, ul tagini havada yaratdım, sonra əlavə edəcəm birbaşa li'nin özünü, çox maraqlı formada həqiqətən və bunlar cəhd edəcəm. Deməli, li'lər UL-ın içinə append olunsun. Ən sonunda da alınan UL-ı da mən bir də divin içinə əlavə edəcəm. Həddən ziyadə maraqlıdır və istəyirəm bunu hamısını yoxlayaq. Yoxlamaq üçün də ən gözəli, deməli, nəticəyə baxmaq. Amma biz nədir? Mən unutmuşam ki, userin başqa nə açarları var? First name, last name, bunlara da indi diqqət yetirərik. Və voilà, bu arada artıq hazırdır. Amma mən birinci gəlin baxım. First name, last name və deyək ki nə? Email. Deyək, deməyək. Nə deyək burada belə maraqlı olsun? Email deyək. Hə, burada şəkil də var. Doğrudan bu şəkil özü-özlüyündə bir informasiya daşıyırmı? Nəsə açarmı? Mənə çox maraqlıdır. İnanmıram şəkil ola, amma icon var da. Belə bir şey yazıb, bilmirəm indi açacaq, açmayacaq. Amma gəlin hələ ki, deyək ki, first name, last name və email. Niyə də yox? Bu arada gözəllik işlədi. Bir fikir verin ki, heç bir error yoxdur və olmamalıdır əslində. Deməli, nə edəcəyik? Gəlin belə bir şey yazaq. Maraqlı bir məqam. Deyək ki, li inner text. Hətta bunu belə götürək və cəhd edək. Templating də bunu yazaq. Deyək ki, flankaz of flankaz. Düzdürmü? Belə bir şey deyim və hətta çalışım bunu məsələn divdə yazım. Düşünürəm mən
birliyinin içində 2 div olsun məsələn. Yoxsa yox. Tamam, hələ ki elə birliyinin içində content olsun bəsdir. Deməli, flankəs yazacağam. Gəlin birinci belə yazmağa cəhd edim. Çox yazdım deyəsən. Last name yox. First name yox, last name. Belə bir şey yazım və nəticəyə baxım. Bu arada görüm hər şey düzdürmü? Nə gözəl. Nə gözəl, nə maraqlı. Amma aydın məsələdir ki, əslində ürək istəyir ki, bura bu dəfə əlimlə yazacağam. Bir div yazım. Düzdürmü? Özdəki qoy ID bərabər olsun. Bu arada ID var mı burada? Var. Bərabər olsun. Deməli, user. Gəlin bunu hələ ki silək. Və deyək user ID. Belə bir şey yazmaq istəyərəm. Niyə də yox? Bir məna olaraq istəyirsiniz qarşısında belə də bir şey yazım. İşim bitmədi. Deməli, bu divlə açıldı. Gəlin o divi bağlayayım və bu divin içində də əlavə olaraq nə deyim? Açın bir daha divdən heç bir ID verməyəcəm. Burada deməli, həmin yazdığım ad, soy ad, bir də gəlin div açım. Çünki əslində hər şey çox maraqlı formada yazmaq lazımdır. İndi bu saat dərsimiz HTML və onun ana vacib olan strukturu deyil, amma yenə də mən istəyirəm hər şeyi daha maraqlı formada yazaq və hətta deyək ki, EM taginin içində də bunu yazmaq istəyirəm və burada yazım email. Və baxaq görək ki, nəticə olaraq nə əldə elədik? Bu arada məndə text yox, artıq inner HTML olmalıdır. Çünki mən burada biraz dəyişiklik elədim və buyurun. Hətta biraz zoom da edə bilərəm. Eyvallah, möhtəşəm. Mən hətta bu divə ayrıca gedib deyə bilərəm ki, gəl belə eləyək. Burada bir style yazım və istədiyimi burada yaza bilərəm. Məsələn, margin deyək ki, gəlin birbaşa deyim ki, 15 piksel və 5 piksel. Belə bir şey yazmaq istəyirəm əslində və daha maraqlı, daha da rahat, bir-birindən məsafəli, amma artıq öz webimdə dinamik şəkildə görürsünüz, burada kim nə bilir, bu adresdə, mənim adresimdə kim nə bilir ki, mən hardan əldə elədim bunların hamısını görmək yoxdur burada. Özdə fikir verin ki, mən bir çalışım görüm ki, burada view page source baxım və görəcəksiniz ki, bu boyda kodum var, amma əldə etdiyim yazılar burada yoxdur bir məna olaraq, düzdürmü? Və onda mən nə edərəm? Gedərəm birbaşa script.js-in özünə baxaram və görürəm ki, yazdıqlarım buradadır da, amma hanı o adlar? Hanı buradakı o adlar yoxdur? Digər buradakı funksional mənə aidiyyatı yoxdur. Bu browserin özündə baş verir mənim üçün, amma bir dəqiqə. Bəs mən bunu harada görə bilərəm? Mən bunu rahat şəkildə inspect-də görə bilərəm. Bir fikir verin ki, inspect zamanı, gəlin buranı açım. Bütün li elementlərim buradadır. Nə maraqlı. Görün, dinamika budur. Dinamika budur, ayda, nə ləzzət. Havada. Möhtəşəm. Qalanını siz yoxlaya bilərsiniz. Əslində çox şey edə bilərsiniz. Amma nə maraqlı. Gəlin konsola keçid alım və konsol logda görəm ki, həqiqətən də 30 mənim deməli fikir verin ki, elementlərim var. Onlar hamısı buradadır user olaraq. Və hətta indi bu saat inspect eləsəm bunu, görərəm ki, bəli, div user 9 və içində çox maraqlı formada informasiya. Çox maraqlıdır. Həddən ziyadə fetch dünyası maraqlıdır və gördüyünüz kimi əla da alındı. Hətta gedib bir sizin demək istəyərəm. Console logda gedərəm deyərəm ki, məsələn, iştişaya alınmadı da bu URL-ı həll eləməyə. Düzdürmü? Gedib deyərəm ki, sözü gedən həmin div var idi. Div nöqtə
inner deyək ki text bu dəfə ya da text nöqtə rahat deyə bilərəm ki text nöqtə div nöqtə text content deyə bilərəm ki bərabərdir nə deyə bilərəm error data loading. Məsələn belə bir şey deyə bilərəm. Niyə də yox? İstəyirəm belə bir görüntü də olsun. İndi hal-hazırda bir error yoxdur, amma gəlin URL-i bilə-bilə koruyaq. Görək nə alarıq və error data loading. Ay nə gözəl. Bunun üçün mənə lazımdır. Mən mütləq şəkildə try catch-in içinə ata bilərəm. Bu da ayrıca mənim üçün bir deməli vasitədir. Catch-in özündə də bu işi görürəm. Belə ilə möhtəşəm də istədiyim artıq URL-ı bura verə bilərəm və onun əsasında, yəni sizə nə gələcəksə bu çox vacibdir. Onun əsasında işlərimizi qururuq və mən artıq baxmışam mənə nə gələcək, açarlarını tanıyıram və ona müvafiq olaraq istədiyimi yaza bilərəm. Sadə sətirlərdə, çox sadə. Amma görün nə maraqlı iş gördük. Siz əgər fikir verdinizsə, biz fetch formatını çox maraqlı, sadə formada yazdıq, düzdürmü? Yəni bu da gözəl işləyir, bu da əladır. Bəs birdən biz bu işi funksional olaraq yaşatmaq istəsək, yəni bu funksiyanı bəlkə də dəfələrlə çağırmaq istəyəcəyik. Məsələn, bu bir dəfə işləsin deyə yazılmayıb. Funksiya nədir? Dəfələrlə çağırıla bilən bir imkandır. Amma bunu bir yerdə yazdıqsa bir dəfə işlədi və salam. Düzdürmü? Gəlin çalışaq bunu funksiya çevirək, amma gəlin deyək ki function load users belə bir şey deyə bilərəm əslində. Load users, amma asinxron formada bunu unutmuruq. Async, düzdürmü? Və istəyərəm nə edim? Bu məqamın hamısını parçalamağa cəhd edim, sizə göstərim. Mənə fetch lazımdır, düzdürmü? Onu buradan götürürəm. Və gedib deyirəm ki, məsələn, const resp bərabərdir. Mən mütləq şəkildə gözləməliyəm. Sözü gedən bax bu fetching-i. Bunu gözlədim, düzdürmü? Artıq bu əla da məndə işləyəcəkdir. Sonra da nə iş görmək istəyirəm? Hə, bu arada fiquru açdım, amma fiquru bağlamadım. Gəlin bunu buradan götürüm. Atım bura. Deməli, birinci işim budur. Yəni, gözləməliyəm bu işi. İşte şayət doğrudan da ki mən problem alsam və bu zenlər yoxdur ki catch olsun, düzdürmü? Onda nə edirəm? Deyəm gəl belə eləyək, əksinə try catch olsun. Gedim deyim ki artıq resp buradan götürəcəm. Try-in içinə atacağım ki cəhd edirəm ki fetch edim və nəsə problem olsa errora keçid alsın və erroru birazdan təzədən dolduracağım. Hətta təzədən dolduracağım deyəndə ki, gəlin bunu buradan götürüm. Birbaşa sizə transformasiyanın özünü göstərmək istəyirəm ki, funksiyada yazsam nə edərdim? Deməli, bunu da həll elədim. Amma bir dəqiqə, məndə elə bir zen var idi ki, mənim user məsələmə də baxırdı. Düzdürmü? Yadınızdadsa belə bir şey var idi və onda gedib deyərəm ki, növbəti işim mənim user məsələni həll eləməkdir. Amma məsələ ondadır ki, məndə elə JSON yoxdur, üzr istəyirəm. Gəlin belə də götürün bunu buradan. Onda gedim deyim ki const data bərabərdir, amma yenə də gözləyəcəm. Await resp JSON. Bax, özüm bilə-bilə aşağı yuxarı baxıram ki, görəsiniz ki, bu necə dəyişir. Yəni zen yoxdur. Zen olmasa da zəni əvəz edən await var. Zen özü await işinin həll edənidir. Bizə zendə yazmaq daha da rahatdır, amma funksiyonala çevirmək o deməkdir ki, dəfələrlə çağıra bilməkdir. Hə, bundan sonra gedib deyə bilərəm ki, məsələn, const users bərabərdir data.users. Əla. Bunu yazdımsa və bundan aşağıda nə baş verirsə, əslində qalır öz yerində. Mən bunu rahatlıqla çəkinmədən istifadə edə bilərəm. Çalışacağım bunu buradan götürüm və birbaşa hər şey uğurludursa onu burada belə də
atım. Güman edirəm ki, düzdür. Çünki users var. UL yaradıram, for each edirəm users'ı və burada nə varsa falan, mən düşünürəm ki, bunu çox maraqlı elədik və hətta gəlin burada fetch nə varsa yığışdırım bir mənalı olaraq və baxım görüm ümumiyyətlə error varsa ona keçid alım, amma güman edirəm ki, olmaz. Olmaz da, amma bir dəqiqə. Deməli, bunların hamısını yazdıq, await'lərə fikir verdik. Mənim üçün Zender await və həyəcanla yoxlamağa keçid almadan qabaq nə qalır? Bəli, qalır bizə funksiyanı çağırmaq. Bir fikir verin ki, özəllik bundadır. Mən load users nə qədər desəm çağıra bilərəm. İndi birazdan deyəcəm ki, problem nədədir. Amma gəlin save eləyim. Belə elə hazırsınızsa, gəlin yoxlayaq. Yoxlamaq həqiqətən də həmişə maraqlıdır. Amma gəlin birinci boş səhifəni görək də mən komment eləyim. Görüm ki, həqiqətən də hər şey boşdur, hər şey gözəldir və gedib nə etmək istəyirəm? Uncomment edirəm bunu və mənim üçün burada hamısı gəldi. Bu mənim üçün indi bu saat o qədər problem deyil də. Amma çalışacağım nə edim? Bu funksiyadan axı yenə çağırmaq olur, düzdürmü? Gəlin bir dənə də çağırım, bir dənə də çağırım, bir dənə də çağırım. 3 dəfə çağırmağa cəhd elədim və fikir verin ki, o siyahı həmin 30 nəfər oldu 90. Belə bir şeylərdə diqqətli olacağımız məqam nədir? Ona görə tələsmədim, tez nəticəni sizə göstərim. Məsələn ondadır ki, o həmişə nə edir? Gedir, fetch-edir, gözləyir, nəticəni əldə edir, sonra JSON eləyir, yenə də gözləyir ki, nəticə əldə olunan JSON kimi və başlayırıq düzməyə sayta. Amma məsələ ondadır ki, ikinci dəfə funksiya çağıranda o yenə də 30 nəfərik verməlidir. Üçüncü dəfə çağırsan da 30 verməlidir. Səhvimiz nədədir? Məsələ ondadır ki, biz mütləq şəkildə hardasa mütləq şəkildə deməliyik ki, o div var ha. Divin içi tamamən boşalmalıdır. Məsələn, UL-ı atmadan qabaq niyə də deməyim ki, div nöqtə gəlin də ki, lap inner HTML. İndi bu saat mənim üçün vacib deyil. Bərabərdir boş bir struktura imkanı. Yəni içindəkilər təmizlənsin ha. Çünki məndə yığılan lilər bir UL-ın içində atılacaq həmin divin içində. Məsələn, burada demək istəyirəm onu və gedirəm, run edirəm və fikir verin ki, 3 dəfə çağırsam belə və əlavə olaraq dəfələrlə çağırsam belə, buna nəzər yetirdim. Funksiyonalda ən böyük səhv buradadır. Bir fikir verin ki, yenə də 30'dur. Tələbələrin çoxusu və yaxud təzə başlayanın çoxusunun ən böyük bir problemidir, təmizləmir. Ona görə də xahiş edirəm, baxın, belə bir məqama diqqət yetirin. Özüm belə tez açmadım nəticəni ki, sizə göstərim ki, belə bir şeylər birdən çox çağırsan və yaxud da ki, düyməyə bunu bağlasan bu işi, klik zamanı. Onda hər nə qədər vursan bir o qədər siyahı artar. Amma mənə lazımdır ki, vursan belə dəfələrlə yenə də 30 nəfər görünsün. Öz aramızda yaxşı dedim ha. Gəlin bir dənə button yaradaq və o dediyimi eləyək həqiqətən də. Və burada istəyirəm elə fetch'dən qabaq bir div yazım və onun içində button verim bir mənalı olaraq və bu button əslində qoy ID olsun load, gəlin deyək ki load all, belə bir şey yazım, niyə də yox və load deyim, belə bir button olsun əslində və gedib nə deyərəm əslində? Burada aşağıda deyərəm ki const btn button bərabərdir document get element by id və orada onun da adını btn-ə qoy, bəsdir də. Tamam. Load all, belə bir şey və gedib bağlayaram. İndi bu saat bağlamaq istəyirəm həmin sözü gedən load users funksiyonalını ona birbaşa və niyə də deməyim ki add event listener, bunların hamısını keçmişik deyə rahatam və deyirəm ki click zamanı, düzdürmü?
Mən istəyərəm, çox maraqlıdır, belə bir şey edə bilərəmmi? Məsələn, burada birbaşa load users yaza bilərəmmi? Bax belə. Birinci bunu bilmək istəyirəm və vururam. Voilà. Gəlin eyni zamanda baxım görüm ki, konsol nə deyir. Tamam, heç bir error yoxdur. Yeniləyirəm. Konsolu biraz yığım. Deyim ki, tamam. Mən anonim funksiya yazıram. Və burada deyirəm ki, klik zamanı load users və belə yazmaq istəyirəm. Bunu da yoxlayaq. Hər şeyi yoxlayaq. Və yenə də refresh edirəm. Click. Voilà. Möhtəşəm. Həqiqətən də möhtəşəm. Və gedib başqa bir şey də yazmaq istəyirəm. Məsələn, mən özüm bilə-bilə bu effekti vermək istəyirəm. Gəlin deyək ki, set time out demək istəyirəm. Və hardasa 4 saniyə imitasiyasını vermək istəyirəm. Əslində 4000 yazıram və sonra da deməli sonra da bu işi görmək istəyirəm. Amma bu işi görmədən qabaq deməli nə edəcəm? Burada deyim ki, div nöqtə inner text bərabərdir loading. Belə bir şey, niyə də yox? Hər şey yoxlayıram. Nə fərqi var? Və getdik. Run edirəm. Və indi bu saat mənə nə maraqlıdır? Klik etsəm və yaxud etməsəm. 1, 2, 3, 4 və sanki sonra gəlir mənə siyahı. Nə gözəl. Mən özüm imitasiya vaxtı eləyirəm, amma əslində ola bilsin ki, həqiqətən də gözləyəcəyik. Və bir daha vururam. 1, 2, 3, 4, nə möhtəşəm, nə maraqlı. Hər şey etmək olar. Bu JavaScript dünyasında da nələr etmək mümkün deyil. Və belə bir şeylər həqiqətən də cəlb edicidir fetch bilənə. Beləliklə, ən azı nə lazımdırsa, mən sizə praktiki misalda da göstərdim. Və fetchdən API üzrə istifadə etmək tam başqa bir dünyadır. İndi isə gəlin sizlərlə get sorğu deyil, çünki bu ana qədər nə edildimsə get sorğudan eləyirdim. Yəni ta ki informasiyanı əldə edim. Bir də var ki, mən hansısa bir backenddə informasiyanı göndərib və hansısa bir işin icrasının nəticəsini istəyirəm. Çox maraqlı bir işdir. Və gəlin deyək ki, mən load users funksiyamı biraz azaltdım və gəlin deyək create user deyim və deyirəm ki, bir obyekt göndərəcəm. User JavaScript obyekti user olaraq və gəldik ki, aşağıda indidən onu göstərim sizə. Sanki çağıranda icraya verməyəcəm, amma funksional olaraq göstərmək istəyirəm. Məsələn, bir obyekt olacaq, user bax buna bərabər olacaq. Gəlin deyək ki, məsələn deyirəm ki, name, gəlin deyək ki, name ən bəsit formada Javad. Məsələn, düzdürmü? Və gedim ayrıca da əslində buranı çox dolğun formada doldura bilərəm ki, əlavə olunsun. Baxır o backenddə nə gözləyir məndən? Name gözləyir, məsələn, email gözləyə bilər. Düzdürmü? Bunlar hamısı emal olunmalı, çox maraqlı formada stringləşməlidir. Və gəlin deyək ki, javad.h gmail.com və eyni zamanda hər hansı bir başqa məlumat burada ola bilər və gəlin sadəcə Javad və burada gəlin deyək ki, məsələn, ən bəsit bir informasiyalardan da biri olsun yaş. Bu qədər. Yəni, create user işləyəcək və ona belə bir obyekt ötürüləcək. Bu getməlidir backenddə. Bazaya yeni bir userin əlavə edilməsinə səbəb olmalıdır. Amma bunu görəcək hansı URL olacaq, hansı ünvana mən bunu get yox, post vasitəsilə göstərsəm qəbul etsin. Gəlin deyək ki, yazılıb hansısa bir developer vasitəsi tərəfindən https məsələn site.com/insert məsələn belə bir şey. Belə bir URL məni gözləyir, amma ora bu obyekti post olaraq göndərsən. Çünki başqa cür yazılmamalı, ancaq post olaraq ötürülməlidir. Onda fetch'in içi bundan bitmir. Vergülü qoyuruq və obyekt açırıq. Bu options'dır. Əslində çox maraqlı imkanlar burada özünü göstərir. Mən burada deyirəm ki,
method və deyirəm bax postla göndərəcəm ha. Sonra məsələn deyə bilərəm ki, başlıqlar informasiyası burada özünü göstərəcəkdir, amma obyekt formasında headers nə deyə bilərəm? Content type məsələn belə bir şey açar və dəyər application JSON mən bildirməliyəm ki, mən hansı formatda ötürülmə edirəm və üstəlik də ki deyə bilərəm ki body və axı bu obyektdir. İstənilən başqa bir proqramlaşdırma dili, deyək ki PHP, deyək ki Python sənin bu obyektivi, JavaScript obyektivi tanımayacaq və hətta burada icazə verir, mən burada tək dırnaq yazım. Bu JavaScript'in obyektidir, düzdürmü? Amma JSON formatında bu öz-özünə avtomatik olaraq dönüb olacaq qoşa dırnaq və məsələn ondakı bunu yaşatmaq üçün mən deyirəm ki, ey JavaScript'in obyekti, sən stringify user deyirəm. Stringlash ki, başqa dilə keçid alanda onu text kimi oxuyub öz dilinə keçirə bilsin, işləyə bilsin. Məsələn, fikir verin ki, bu halda işə salsam, bu hansısa bir URL, ünvan mənim, həmin bu user datamı gözləyəcəkdir, hansı deməli yolla, post yoluyla, get burada olmaz, post yolu ilə göndərəcəm. O mənə deyirəm ki, mən ona bildirəm ki, JSON formatında gələcək, bunu biləsən və JSONlaşdıra biləcəyim, amma yazı kimi formatda, body'də bunu deyirəm. Sən demə, bir fetch'in içində obyekt var ki, 3 açarla özümə kömək eləyirəm. Birini postla bildirirəm, birini hansı başlıq, yəni nə gəlir sənə biləsən, bir də ki, bütövlüklə materialın, məlumatın özü, amma yazı formasında. Və sonra da nə edirəm? Deyək ki, bu işlədi, düzdürmü? Və mənə o həmin emal olunan tərəfdə məlumat əlavə olunur və deyək ki, həmin backend mənə sonra o məlumatın ID-sini göndərəcəkdir. Deyək ki, JSON formatında ID-sini verəcək və həmin deməli userin atılmış informasiyasını. Əgər uğurla mən onu əldə elədimsə, nə gözəl, işim davam edəcək. Yəni tutam saytda göstərəcəm ki, user əlavə olundu. Amma bunu mən JavaScript vasitəsilə elədim. Post mütləqdir. Əslində postdan başqa da var, amma indi bu saat test etmirik. JavaScript dünyasını məndən kurs olaraq davam edənlər, praktiki olaraq bunu yaşamaq istəyənlər görəcəkdir ki, bunu nətər etsinlər ki, qarşı tərəfə, backend URL tərəfə özünün JavaScript obyektini göndərəsən. Aydın məsələ ki, burada mən əllə yazmışamsa, bu o deməkdir ki, amma əllə yazır. Bəlkə də saytda bir forma yazılıb, login, parol, şifrə, username, hər şey yazılır, OK vurulur. Bəli, orada olan məlumat obyektləşir. Mən sizə sadəcə zahiri bir görüntü verdim. Obyektləşir və göndərilir həmin create user'a. Çox maraqlı bir şeydir, amma necə? Post üzərə. Gəlin sizə JavaScript vasitəsilə bir də update imkanını danışaq, yeniləyək. Deyək ki, bundan qabaq elə sözü gedən, məsələn, Java-dı əlavə etdirmişdim. Amma bir əmma var. Məsələn, onda ki, düz yazmadım, bu Java deyilmiş, Javi deyilmiş. Və create insert zamanı sən demə, həqiqətən də yerləşdi. Mənə obyekt cavabı olaraq response elə bir mən iş gördüm, elədim. Mənə await JSON məlumat göndərdi və dedi ki, bəli, Javad yerləşdi, deyək ki, ID 51. Tamam. Amma o düz deyil, Javad deyilmiş, Javi deyilmiş. Bunu düzəltmək lazımdır. Ona görə də hələ bir API-də yazılıb ki, ola bilsin ki, düzəlişə ehtiyac var. Onda mənim burada insert yox, deyək ki, update və məsələn, burada slash və onda gəlin burada create deməyək, update deyək. Və məsələn, onda ki, sən deməlisən, onun ID-si nə idi? Və sonra nəyi dəyişməksən, onu vurğulayasan və burada deyirəm ki, bax, mənə API qruplar ki, hansısa bir ünvan, update və sonra da həmin ID-ni bura vurğula, tamam mı? Və gözəl də bir mənalı olaraq
işləyəcək. Amma gəlin onu mən backtickdə yazım ki, mənim ID-m burada düzgün işləsin. Gəlin fetch belə eləyim və beləliklə icazə vermir. Tamam, onda belə eləyim, belə də saxlayım. Save edən kimi çalışır başqa bir format qursun özündə. Tamam, deməli URL artıq var, update var. Bu deməkdir ki, mən nə edirəm? 51-ci olan ID-ni Cavad deyilmiş, Cavid deyilmiş. Məsələn, Cavid deyilmiş. Məsələn, belə bir şey dəyişmək istəyəcəm. Düzdürmü? Amma artıq burada post yox. Formadan kənar ayrıca HTTP sorğular var. Yəni daha artıq forma qrup orada bir iş görə bilməyəcəksən. Put, patch, delete işlər artıq formaya baxmır. Forma söhbət gedir HTML formasından. HTML-də mən rahatlıqla get və post işlərimi görə bilirəm və formu onun üçün qura bilirəm. Amma burada artıq real sorğu, HTTP sorğusu gəlir ki, dinamik şəkildə ötürürəm, formadan kənardır. Mən özüm qurdururam bu işi və deyək ki, patch deyirəm. Ola bilsin, hətta put da oldu. Yəni bu sizdən asılıdır. Və yenə də burada header bildirirəm, hər şeyi bildirirəm, ona ötürürəm bütün bu işi. Düzdürmü? Yəni bu URL vasitəsilə ID-si 51 olan user yeni informasiyanı ötürürəm bura. Gözləyirəm ki, patch vasitəsilə ötürülsün, update olsun və hər şey uğurla baş verdisə, yenə də mənə göndərəcək. Bu dəfə 51-i onsuz da bilirəm. Yenə 51-i göstərəcək, amma artıq Cavad görməyəcəm, Cavid görəcəm və deyəcəm ki, nə uğurlu baş verdi. Error varsa da erroru da ayrıca görəcəm. Kodu yazmıram, amma bildirirəm. Bizlər bu şəkildə işləri görürük. Onsuz da praktikada bunları mütləq görəcəyik. Gəlin deyək ki, hər şey elədik, amma silmə yoxdur, silməni də göstərəm. Əslində, elə anlar olur ki, hər şey postlarla da eləyirlər. Yəni, bu deməkdir ki, patch olmalıdır, put olmalıdır, ya delete olmalıdır, başqa bir şeylərdə ixtiyar yoxdur. Yox, əslində, elə backend-i qurmuşsan ki, ya get-ləndir və üstəlik də ki, onun query sorğuları ilə bərabər, yəni sual işarəsi qoyub, hələ get sorğusunu tamamlaya da bilərsən. Onu da inşallah yaşayacaq praktikada. Amma ola bilsin də qalan bütün vacib işləri, insert, delete, update, bu kimi işləri isə sən elə postla görə bilərsən. Backend-də elə eləmirsən ki, post bunu təşkil edir. Və aydın məsələ ki, əslində bundan bərabər bir tokenlərin də olmalıdır. Bir təhlükəsizlik məsələləri də çox böyük bir vacib məqamdır. Amma indi bu saat sözümüz o deyil. Amma deyək ki, silmək istəyirik. Onda heç user'a ehtiyacım da yoxdur. Sadəcə mən delete user deyərəm. Yəni belə bir funksiyamda olsun. Delete user və burada sadəcə delete eləmək istəsəm elə 51-ci ID olan kimdirsə onu silmək istəyəcəm. Aydın məsələ ki, burada delete deyim. Düzdür, bundan qabaq hətta gəl burada yazmalıydım update əslində. Amma düşünürəm ki, bilirsiniz ki, burada update deyənmalıydı. İndi isə delete yazıram və 51 deyirəm. Qalan heç bir məlumata ehtiyacım yoxdur. Yəni 51 ID-si kimdirsə o silinməlidir bir mənalı olaraq. Və burada artıq cəhd edəcəm ki, deyək ki, burada update yox, delete var. Belə bir yolum var. Post isə mən burada post yazacağım. Yox, post deyilsə, birbaşa deletedirsə, mən sadəcə burada bir delete deyəcəm, amma header-ə və body heç bir ehtiyacım əslində yoxdur. Və gedirəm birbaşa nə deyirəm? Heç JSON da gözləməyəcəm ondan. Gedib deyəcəm başqa bir şey. Gəlin deyək ki, əgər mən backend-də elə yazacağam ki, silindisə, sadəcə məsələn true false gələcək, yəni ya da uğurlu bir response alacağam, ya da ki bəlkə də 404 və yaxud da ki tam başqa 400 ailəsindən nəsə və hətta deyə bilərəm ki, ən qısa formatı yazıram da, ona söz yox. Response okeydirsə, yəni uğurla siləndə və müsbət cavab verdisə, ona gəlin deyək ki, console log deleted, okay, deleted successfully deyə bilərəm. Məsələn, else deyə bilərəm ki, gedim deyim ki, console log delete
problem. Nəsə belə bir şey yazmaq mənə əslində bəs edir. Bu qədər. Yəni göstərmək istədiyim odur ki, biz əgər delete deyə bir metoda yönəlsək, o da forma baxmır. HTML form tagində yaşaya biləcək bir sorğu tipi deyil. Amma bunun vasitəsilə də bir çox sorğulara gedir. Əslində sizin application'da nəyi silirsinizsə, nəyi yeniləyirsinizsə və üstəlik də ki, başqa bir verilənlər bazası dünyası varsa, hamı bax bunun üzərində qurur. HTTP sorğuları delete, patch, put, bir var qismən dəyişmək, bir var tamamən dəyişmək, yeniləmək və yaxud da ki, ümumiyyətlə silmək, delete baxır və bu kimi şeylər edəndə özün üçün daha rahat olur. Yəni silmə əməliyyatıdır da, ya bu uğurladı ya da bu uğursuzdur və salam, başqa bir şey lazım deyil. Onda da mən delete user 51 deyirəm və bu qədər. İşimi çox asan yazıram da. Burada heç bir headers, heç bir məsələn body ehtiyacım yoxdur ki, nəsə ötürəm. Sadəcə bunu icra edirəm. Aydın məsələdir ki, bəsit bir formada yox. Çox maraqlı tokenlər var. Əslində daha ciddi müasir tokenlər var. Amma proses olaraq demək olar ki, eynidir. Yəni ana məğzi və məqsədi bu kodlarla sizə göstərməyə cəhd edirəm. Gəlin bir də sizə nə edeyim. Əslində fikirləşməyin ki, mən bu qədər də fetch edirəm. Ancaq və ancaq məsələn JSON-a görə əslində xeyr elə deyil. Mən məsələn gedib bir hansısa yolu fetch edirəm, URL-i, düzdürmü? Və ondan başqa da nə edə bilərəm? Əslində deyə bilərəm ki, const data bərabərdir await və burada məsələn resp ya res mənim responsumdur. .jsondan başqa da əslində mən deyə bilərəm, məsələn text responsumun belə bir metodu var, bir mənalı olaraq və console log data deyə bilərəm, düzdürmü? Yəni baxır o tərəfdən əldə etmək istədiyim nədir? Ola bilsin fayldır və ya şəkildirsə, mən rahat blob da deyə bilərəm, çünki onu sizə bayaq elə açanda içini göstərdim. Yəni bizlər hamımız görəcəyimiz işin və o gələn müxtəlif formatda cavabların necə yazılacağını bilirik. Çox zaman biz istifadə etdiyimiz bəli JSON-dur. Onu ayrıca həmişə hər yerdə vurğulayırıq, amma bu o demək deyil ki, JSON-dan başqa responsda heç nə etmək mümkün deyil. Əslində mümkündür. Siz fayl yükləyə də bilirsiniz və fayllarla işləri siz blobla eləyirsiniz. Ümumiyyətlə form elementə yönələrkən form data var, ondan istifadə edirik və biz JavaScript vasitəsilə post üzərə, artıq fetchdən danışıramsa rahat danışa bilərəm sizdən, müəyyən bir URL var, post gözləyir və mən form data-nın özünü birbaşa göndərə bilərəm. Maraqlı bir deməli upload edə bilərəm JavaScript vasitəsilə. Çox gözəl işlər görmək olur və bu səbəblə də göstərirəm ki, təkcə .json yazmırıq, eyni zamanda text, blob və digər yönələcəyimiz işləri vurğulayırıq və onun await-ini, yəni zen varsa zenini gözləyirik, işlərimizi ondan sonra da davam edirik. Gəlin başqa bir şeydən danışım. Yəni biləsiniz ki, həqiqətən də çox maraqlı bir dünyadır bu sözü gedən fetch və ola bilsin ki, sizlər dövlətin və yaxud da ki, başqa bir qurumun API-ından istifadə etmə hüququ və avtorizasiyadan keçmə imkanına maliksiniz. Məsələn, sonuncu dəfə Simanı mən istifadə etmişəm və Simada da sizə məsələn bearer token gəlir avtorizasiya üçün. Amma aydın məsələ ki, onu düzgün yerdə və düzgün formada istifadə etmək lazımdır. Ona oxşar bir şey verə bilərəm. Məsələn, deyim ki, fetch deyəcəm və hər hansısa bir URL. Gəlin deyək ki, API, deyək ki, Sima secret. Məsələn, belə bir şey və sonra iş nədən ibarətdir? Mən birbaşa zen deyəcəm. Amma zen demədən qabaq sən demə. Burada iş bitmir və burada mənə deyir ki, bütün işlərimin içində ayrıca bir, bayaq yazmışdım, headers var idi və o headers obyekt istəyirdi. İndi mən content type vermişdim bundan qabaq, düzdürmü? Və başqa bir şeylər də verə bilərsiniz. Bir çox problemləri həllənmək üçün və yaxud da ki, informasiyanı düzgün başlıqda ötürmək üçün. Amma eyni zamanda authorization adında bir açar var ki, mənə verilən tokeni
bearer və sonra böyük bir token gəlir, amma bearer sözündən sonra gəlir və beləliklə bu tokenlə müəyyənləşir sizin bu işə icazəniz var ya yox və eyni zamanda bu əslində vergül qoyun, bu əslində bundan sonraki addımdır. Sonra gəlir hər hansı bir headerdən başqa, bu tokendən başqa sizin yönələcəyiniz digər deyək ki, başlıqlar ötürülməsi. Deyək ki, əslində əvvəllər deyirdilər ki, X-lə başlayan sənin xüsusi bir başlıq ötürülmən varsa, tutalım belə bir şey yazalım, X name və deyək ki, tester. Məsələn, X-lə ötürə bilərsən, amma indi bugünkü gündə müasir gündür, daha X-lərə ehtiyac yox idi. Bir zamanlar var idi ki, X-lə ötürürdük, amma göstərmək istədiyim nədir? Sən demə, biz bearer token var ki, onunla birbaşa iş görə bilirik və bugünkü müasir bütün işlərdə o vardır və istəyirəm biləsiniz ki, biz tokenə nəinki metod, nəinki sadə bir headersdə content type vurğuluruq, yox. Eyni zamanda böyük bir işdə o bayaq vurğuladığım tokenlər var ha. Yəni görəcəyin bir iş sadəcə bəsit hər kəsin görəcəyi bir şey olmayacaq. Çünki o URL-ı mən də götürə bilərəm, o URL-ı başqası da götürə bilər. Amma yalnız sən token sahibisən. Sənin tokenin düzgündürsə, icazə açarın düzgündürsə, məhz sənin kodunda kimisə silə biləcəksən, əlavə edə biləcəksən və s. və ilaxır. Sadəcə müasir tokenlərdən biri bearerdir ki, onu da göstərirəm və üstədə ki, ondan sonra istənilən digər parametrləri də headersdə verə bilərsən. Lap əvvəllərdə X idi, amma indi əslində X-ə o qədər də ehtiyacın yoxdur. Sadəcə X görərkən sual verməyəsiniz ki, X nədir? Bu bir aralar xüsusi özümüzün bir ötürmə açarı idi, amma indi o qədər də heç ötürmürük X-ləri, biləsiniz. Və beləliklə sən demə headers o qədər vacib bir deyəlim ki, açardır fetch içində. Bizə ondan çox ciddi şəkildə istifadə edirik və headers sorğularda həddən ziyadə vacibdir. Gəlin ən sonda da paralel icradan danışaq və fetch mövzusunu yaxşı pis biraz gördük deməkdir. Çünki fetch barədə o qədər çəkmək olar, o qədər danışmaq olar. Onun timeoutundan tutmuş bütün proqramlaşdırma dünyasında tətbiq edə biləcəyin hər şey, amma buna 7 saat, həqiqətən 7 saat getmiş olacaqdır. Amma gələcəyinə praktikada görəcəyik. Ona görə mən o qədər narahat deyiləm. Minimal nəticə görməlisiniz, iş prinsipini də görməlisiniz və bilməlisiniz ki, hər şey promise üzərində qurulur və paralel görə biləcəyimiz işlər var əslində. Və ola bilsin ki, 3 sorğu var ki, hamısı müəyyən olunub, əldə olunub bitməyənə qədər hələ ki gözləməli olacaq və gəlin onu çalışaq deməli görək. Getdik. Deməli ən sadə bir funksional yazacağım. Qeyri-adi bir şey deyil. Özdəki elə dami.json.com-dan və deyək ki, elə asinxron formada yazmaq olar. Async function load data. Məsələn, belə bir şey deyirəm və indidən o funksiyanı çağıracağım deyə ya da sonda çağıraram, yazaram və getdik. Burada demək istəyirəm ki, const və yadımızda da artıq promise yazmışıq, bilirik paralel icra nə deməkdir, amma gəlin belə bir şey deyək də, elə bir user response, sonra deyək ki post response və comments response. Belə bir şey deyim, bərabərdir. Bunu niyə yazıram artıq biz həmin videodan bilirik. Sadəcə deyəm ki, promise all və bu promise all mənə nə deyir? Çox maraqlıdır. Deyir ki, mənə müəyyən sayda, özünə lazım olan sayda paralel çağırıb görə biləcəyim, deməli, çağırışları, promiseləri ver və bu deməkdir ki, mən fetch mənə promise qaytarır yadınızdadırsa və rahat şəkildə bu URL-ı users kimi verə bilərəm. Sonra posts deyə bilərəm və
comment deyə bilərəm. Bunları verəcəm və güman etdiyim nədir? Demək, ures gedəcək, fetch'in responsunu verəcək və onu sonra JSON edə biləcəm. İndi bu saat növbəti promise all ona baxacaq. Eyni zamanda post yazılar çoxluğunu mənə verəcək p-res. Yəni buradan p-ni yığışdırım. P-res'dən deməli əldə edəcəm onu və C-res artıq comments response olacaq və təzədən gedib deyirəm ki const, amma bu dəfə artıq çəkinmədən deyirəm ki məndə nə olacaq? Users, posts, düzdürmü? Posts və comment deyəcəm olacaqdır ki, yenə də await edəcəm çünki hələ JSON-a çevirməmişəm axı. Düzdürmü? Amma onu da təzədən promises mümkün deyil və ona görə promise.all deyəcəm və elə burada da bu çoxluğun içində qalır mənə həmin o işləri görməyə, yəni deməyə ki, artıq array'in içindəyəm. ures.json görəcəyim işdir və bunu nəinki birinə, üçünə də görmək istəyəcəm. Ona görə user, post və bir də ki comments üçün üçünə də təzədən await eləyib promise all'u gözləməliyəm. Hər şey gözəldirsə, sonunda gəlin sadəcə dənə-dənə user'ı görüm, users'ı görüm, sonra posts görüm və comments, niyə də görməyim? Gəlin comments dedik, comments. Bunların üçünü də əslində görmək istəyərəm. Və bu arada baxım görüm bir error yoxdur mu? Hələ ki hər şey yaxşıdır, amma çağıraq. Load data deyəcəm və getdik. Artıq işlədi. Run edirəm, müəyyən qədər vaxt alır. Eyvallah. Users var, posts var, comments var. Nə gözəl, nə maraqlı. Eyni zamanda icazə verin, yadınızdasa error söhbəti də var idi. Usersə, gəlin postsa bir dənə də s artırım və errora sahib olum və görəm ki, buna baxa bir error nə deməkdir? Errorlar barədə də danışmışıq və bu deməkdir ki, mən artıq bu məqamın hamısını bilməliyəm. Amma ola bilsin ki, mən istəmirəm də 2 dənə promise all yazım. Onda nə edərdim? Əslində bunu da çox maraqlı formada təşkil etmək olar. Buna comment edim, düzdürmü? Düzdür, belə saxlasam, bu hələ o deyil, düzdürmü? Mənə lazımdır ki, burada birbaşa mən users dediyim hissə yoxdurmu? Onu atım bura, birincisi, düzdürmü? Və yenə də baxsam görəcəm ki, hamısı responslardır. Amma nöqtə JSON-laşmasını istəyir. Niyə də yox? Ona görə də elə burada hərəsi üçün deyərəm ki, nöqtə zen, düzdürmü? Yəni deyək ki, res və qayıtmalıdır res.json. Bu qədər deyim və həmin bu işi hamısına tətbiq edim. Məsələn, belə edim, sonra buna belə və buna da belə edim. Üçünə də zen verdim. Düzdürmü? Fikir verin. Bunların hamısını hiss eləmək lazımdır ki, bəs burada belə verə bilərəmmi? Çox maraqlıdır. Bu fetch'in zeni var və JSON-laşacaq. Bu fetch'in də zeni var, JSON-laşacaq və mənə artıq ortada buna ehtiyac qalmır düşünürəm. Olarmı belə yazım? Save edirəm və qayıdıram. Voilà. Çox maraqlıdır. Asinxron dünyanın içində həm fetch etmək, həm zen etmək, həm await etmək çox maraqlı bir şeylərdir ki, baxın bunların hamısını bilərəkdən artıq tətbiq edirik. Paralel işlər çoxdur JavaScript dünyasında, fetch aləmində, promise dünyasında və ola bilsin neçə şey birdən gözlüsün və bunlar üçü sənə yığılsa müəyyən bir işi gəlib görəcəksən də, düzdürmü? Deyək ki, user ID-si 51 olanın hansı xəbərlər əlavə edib, hansı xəbərlərdə comment atıb, düzdürmü? Və özünün də məlumatını, üçünü əldə etmək istəyirəm ki, sonra hardasa çox maraqlı bir report göstərim. Deyək ki, bir nəticəni göstərmək istəyirəm. Amma bu ID-si 51 olan userin gör neçə API fetchingdən keçməlidir. Users'dən, post'dan, comments'dən və s. və l. İndi bu saat ən bəsit bir şey göstərəm, amma müəyyən bir eyni zamanda ideyanı ötürəm ki, bizlər niyə paralel bu işləri görməliyik ki,
üçü də bizdə cavab olaraq əlimizdə olsun. Bunların hamısını görərəkdən bu işin peşəkarı oluruq. Fetch dünyası, istəyirsən mobile yaz, istəyirsən web application yaz, Node.js-də yaşayırsan yaşa, fərqi yoxdur. Yəni fetching anlamı mütləq şəkildə lazım olacaq, çünki bizdə hər şey asinxrondur və asinxron dünyanın ən gözəl təmsilçisi Promise-dir. Promise üzərə görün daha nələr yoxdur, içi fetch olaraqdan. Mən inanıram ki, bu andan etibarən sizlər həqiqətən də fetch üzərə çox maraqlı işlər görəcəksiniz. Çünki artıq anonim funksiya nədir bilirsiniz, funksiya nədir bilirsiniz, promise nə olan şeydir bilirsiniz və asinxron dünyada nəyi necə yazmaq lazımdır bilirsiniz və bunların hamısının başının üstündə DOM elementlər varlığı var ki, mən HTML üzərə nələr və nəyi edə bilərəm. Bunların hamısını bilirsinizsə, möhtəşəm işlər sizi gözləyir. Çünki fetch bilən hər kəs üçün layihəsi o qədər dinamik olur, o qədər maraqlı olur və İnşallah JavaScript dili üzərə praktikanı mənimlə yaşayarkən mən maraqlı məsələlər verəcəm, maraqlı API-lar verəcəm ki, onları yaşadasınız və onların nəticəsini web layihədə, səhifədə göstərəsiniz. Bu səbəblə də nə edirik? Kodias kanalına abunə oluruq. Paylaşım və like mütləqdir. Paylaşın ki, bütün JavaScript sevənlər praktikanı yaşamaq istəyirsə və bu kimi biliklərə sahib olmaq istəyirsə, onların da qarşısına belə bir video çıxsın. Sağ olun, sağ salamat.